Cədvələ uyğun fikirləri müəyyən edin. Çürük və çürüntü sözləri eyni köklüdür. Hər ikisinin kökü çürümək feilidir, doğrudur. Dinləyən və danlamaq sözləri quruşca sadə sözlər deyil. Dinləyən sözü sadədir, danlamaq da həmçinin sadədir, səhvdir. Əzik və əzgin sözlərinin həm kökünün, həm də başlanğıc formasının ümumi qrammatik mənası bir-biri ilə eynidir. Əzik sözü əzmək feilindən yaranıb. Əzgin sözü də həmçinin hər ikisinin kökü feildir. Başlanğıc forması da hər ikisində sifətdir, deməli doğru verilib. Geyindirmək və gübrələnmək sözləri eyni diksiyasından yaranıb. Geyindirmək geyinməkdən, gübrələnmək gübrələməkdən doğrudur. Bizə yanlışdan yanlış lazımdır. İncik və iplik sözlərinin quruluşu növləri eynidir. Bəli, hər ikisi düzəltmədir. Bu da doğru fikirdir. Qanadlanmaq sözü ilə qəhərlənmək sözünün tərkimi, götürəli sxemi eyni deyil. Qanadlanmaq, qəhərlənmək eynidir. Yanlış fikirdir. Cavabımız olur 1, 3, 6.